Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlər və müəllimlər, çox da hörmətli izləyicilər. Əziz 9-cu siniflər, bilirsiniz ki, artıq buraxılış imtahanları yaxınlaşır. Mən həmişə həm 11-ci siniflərə, həm 9-cu siniflərə dəstək olmuşam və 9-cu, 11-lərlə demək olar yekunlaşdıq artıq və 9-cu siniflərin imtahanları qarşıdadır və sizlərə dəstək məqsədi ilə mən 16 sınaq adı altında 16 sınaqdan ibarət bir PDF paylaşmışdım və bu PDF-də demək olar ki, ümumi sınaq imtahanı 9 istisna olmaqla bütün sınaqların izahları YouTube səhifəmizdə var. Və ümumi sınaq imtahanı 9-u da inşallah bugün sizlərlə bir yerdə izahını çəkəcəm. Zəhmət olmasa kanala abunə olaq, fikirlərimizi bölüşə paylaşaq. Bu PDF əgər sizdə yoxdursa ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. PDF sizə göndəriləcək mən tərəfdən. Və qeyd edim ki, PDF tam olaraq ödənişsizdir və hər kəs faydalana bilər. İndi ümumi sınaq imtahanı bir 9 qalıb, bir dənə 9 qalıb. 9-un izahına baxacağıq. Və 9-dan başqa demək olar hər birinin izahını vermişəm. Hamısının izahı kanaldadır, bir daha təkrar edirəm. Və 9-un da izahını çəkəcəyik və ümumi 16 sınaq yekunlaşacaq. Bu 16 sınağın içində mən əvvəl paylaşdığım sınaqlar da var, yeni sınaqlar da var. Ona görə ola bilər ki, məsələn, siz izahlara baxasınız, mən əvvəl izahların bəzilərini əvvəl paylaşmışam deyə ola bilər. Orada mən nəsə əlavə bir məlumat da verərəm hazırlıqlar haqqında. Yəni, bu sizi çaşdırmasın. Suallar demək olar ki, eynidir hər biri. Başlayaq birinci sualdan izaha. Bunun hər tərəfini mən kvadrata yüksəltsəm, olacaq x-in kvadratı. Daha doğrusu x çıxılsın 6 bərabərdir x kvadratı. Buradan x kvadratı çıxılsın x üstə gəlir 6 bərabərdir 0. Buradan deməli bir köküm olur. Toplayanda 1 eləməlidir. Mənfi 2 vuranda da müsbət 6 eləməlidir. Belə də olmayacaq. Niyə görə? Çünki sən bunun diskriminantını tapsan 1 minus 4a 24. Diskriminant mənfi deməli bunun kökü yoxdur. 1-də doğrucaq E variantı. Bərabərsizliklərin kiçikdir olanlarını mən həmişə necə yazıram? Birinci bunun köklərini tapıram. Buradan x-i çıxarsam qarşıya qalacaq x çıxılsın 7 bərabər 0. Hansı 0-a bərabərdirsə ayrı aralıqda 0-a bərabər edirəm. X-i alıram müsbət 7. Və kiçikdir olduğuna da görə köklərin arasında yazıram. X yerləşəcək 0 ilə 7-nin arası. Ödəyən ən böyük ədədə təbii ki 6 olacaq. 2-də doğru cavab E variantı. Üçüncü suala baxaq. Qollar yuxarıdırsa A müsbət. A müsbət. Y oxun soldan sağa x ox istiqamətində baxırsan. Y oxun kəsəndən sonra yuxarı qalxırsa B-si müsbət. Y-i yuxarıda kəsirsə C-si müsbət. Görürsən, x oxu ilə heç bir əlaqəsi yoxdur deyə kökü yoxdur. Kökü yoxsa diskriminant da 0-dan kiçikdir. Burada da yəqin ki böyük D olmalıdır. Doğru deyil. Diskriminant 0-dan kiçikdir, doğrudur. C müsbətdir, doğrudur. B müsbət doğru, A müsbət doğru. Amma bu səhv olacaq. Niyə görə? Çünki C-də müsbətdir, A-da. İki müsbət ədədin nisbəti mənfi eləmir. Çevrə daxilində çəkilmiş trapesiyanın diaqonalı yan tərəfinə perpendikulyardır. Bir dənə çevrə götürək. Çevrənin daxilinə çəkilmiş trapesiya. Çevrə daxilində trapesiya çəkilsə, bu trapesiya bərabər yanlı trapesiyadır. Bərabər yanlı trapesiyadır və diaqonal yan tərəfə perpendikulyardır. Bura perpendikulyardırsa, deməli bu diametrə söykənibdir və mərkəz böyük oturacağın üzərindədir. Trapeziyanın böyük oturacağın uzunluğu 8-dir. Bura 8-dirsə, deyən diametr 8-dir, radius 4-dür. Kiçik oturacağı isə çevrənin radiusuna bərabərdir. Burada 4-dür. Bərabər olarsa perimetrini tapın. Diqqətlə qulaq asırıq. Deməli, bunların çevrənin daxilində çəkilirsə, bunun qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. Yəni, belə yadda saxlaya bilərsiniz ki, daha doğrusu
çevrənin daxilində bir 4 bucaqlı çərçivə üstə bunun qarşı bucaqlarının cəmi 180-dir. Qarışdırmayaq düsturları. Və burada bizə başqa nə verir? Çevrənin radiusuna bərabər olarsa. Baxın. Gəlin bunları birləşdirim. Axı bu da radiusdur. Bu da radiusdur. Yəni 4-dür. Deməli burada bir bərabər tərəfli üçbucaq yaranır. Bunu bura atmışdı, bu da atmışdı. Bunlar bir-birinə paralel olduğuna görə paraleldirsə bunların ayırdığı belə deyim. Qövslər bir-birinə bərabərdir. Niyəsini deyirəm. Bura bir alifə desəm, bura olacaq alifə çarpaz bucaqlar yaranır. Fikir ver. Alifə də bu qövsə söykənib, alifə bu qövsə söykənib. Eyni qövsə söykənliyinə görə və bucaqlar eynisə, deməli həmin qövslərdə dərəcə ölçüləri eyni olacaq. O zaman diametri bunu yarı böldüyünə görə 180 olmalıdır cəmi. Onda buralara da qalır 60. Çünki bir dənə 60'ım var. Bizə nə istəyir? Onun perimetrini tapın. Və bərabər qövslər çevrədən bərabər qövslər, bu qövslər bərabərsə onları gələn vətərlər də bərabərdir. Bunu mən zaten 4 özü mənə demişdi şərtdə ki, trapesiyanın böyük oturacaq və kiçik oturacaq çevrənin radiusuna bərabər. O zaman burada olur 4. Burada olur 4. Çünki 3 dənə qövs bir-birinə bərabərdirsə, onları gələn vətərlər də bir-birinə bərabərdir. Perimetri də bərabərdir. Üst oturacaq 4, yanlar 4, 4, 8. Alt oturacaq 8. Bu da bərabərdir 20. Geniş şəkildə izah eləməyə çalışdım ki, tam olaraq otursun sual. 5-ci suala baxaq. 3 və 4 ədədləri mütənasib hissələrə bölünürsə, biri 3x-dir, biri 4x-dir. Bunların cəmi mənə verir 28-i. X də bərabərdir 4-ə. X 4-dürsə, bura olur 12, bura olur 16. Alınan ədədlərin böyüyünü tapın, böyüyü 16. E variantı. Kubun tilini 10% azalsaq, həcmi neçə faiz azalar? A olsun 10. Birinci halda həcm 1000'dir. 10% azaltmaq, onu 10% azaltmaq, onun 90%'ini tapmaq deməkdir. 9. A 9'dursa ikinci halda həcm olur 9 vur 9 vur 9. Yəni 9'un kubu. 81 vur 9, 9'a verin 9, 9'a 8'in 72. Azalar deyirsə, azı bölürəm çoxa. Azı bölürəm çoxa. Vururam 100'ə. Və 100 ilə müqayisə edəcəm. Bu sıfırlar gedir. 729 yuxarıda qalır. 10 da aşağıda bərabərdir. 72,9 və 100'dən çıxaq görək neçə faiz azalıb. 100 çıxılsın 72,9. 1, 7, 2. 27,1% azalma var. Belə. Həcmi 40 litr olan 60% spirt məhluluna, həcmi 40 litr olan 60% spirt məhluluna. 40 litr mənim ümumi məhlulum var. Bunun 60% spirtdir. 40'ın 60%, yəni 24 litr spirtdir. Yerdə qalan 16 litrdə sudur. Nə qədər təmiz spirt əlavə etmək lazımdır? Spirtin üzərinə gəlir. Nə qədərini bilmirəm. X su ilə işin yoxdur. Su qalır və ümumi məhlul verir bizə 40+x. 80% spirt məhlulu alınsın. O deməkdir ki, maddə böl məhlul bərabərdir 100-80. Bunu sən ixtisar eləsən, nəyə ixtisar eləsən? 40'a 20'ye ixtisar eləsən, burada qalacaq 20 4. Burada 20'ye ixtisar eləsən qalacaq 5. Çarpaz vuraq. 160 üstə gələk 4x bərabərdir 100, 5 20 üstə gələk 5x. Buradan da deməli x bərabərdir 40'a. Doğru cavab 40 litr əlavə etmək lazım imiş. Düzbucaqlı üçbucaqda katetlərin biri o birindən 3 dəfə böyükdür. Deməli, baxaq. Düzbucaqlı üçbucaqdan söhbət gedir bizdə. 90 dərəcə.
1x 1 3x hipotenuz 10'dur. Və bizim düsturumuz var da, Pisagor hipotenuzun kvadratı bərabərdir katetlərin kvadratları cəmi. 100 bərabərdir x kvadratı üstə gələk 9x-in kvadratı. 10x kvadratı 100, x kvadratı 10, x də bərabərdir kök 10. X kök 10'dursa onda bura olur kök 10, burada olur 3 kök 10. Və adam məndən kiçik katet istədiyinə görə cavabım kök 10 olacaq. Düzgün 8 bucaqlının bir daxili bucağın düsturu var idi. 180 vurulsun n çıxılsın 2 bölünsün n. 180 vurulsun n 8'dir də burada. 8'dən 2 çıxıram. 6 böl 8. Bu da bərabərdir. 180'ı 8'ə bölürsən 22,5 vurulsun 6. 3 yadda 2 dəfə 6'nın 12 15. 1 yadda 6 dəfə 12 13. 135 dərəcə. 9'a doğru uzatdığı variant. Ona baxaq. 4 bucaqlının deyir, daxili bucaqları 1, 2, 3, 4 ədədləri ilə mütənasibdir. Yəni biri olur alfa, biri olur 2 alfa, biri olur 3 alfa, biri də olur 4 alfa. 4 bucaqlının daxili bucaqlarının əsən qabarıq 4 bucaqlı desə daha dolğun olardı. 4 bucaqlının qabarıq 4 bucaqlının daxili bucaqlarının 180'dir. Daha doğrusu 360'dır. Bunların cəmini 360'a bərabər eləyirəm. Alfa üstə gələk 2 alfa üstə gələk 3 alfa üstə gələk 4 alfa bərabərdir 360'a. 3, 2, 5, 6, 10 alfa 360. Alfa da bərabərdir 36. Ən böyük daxili bucağını tapın. Budur da ən böyük. 4 vur 36. 4 dəfsin 12, 14, 144. A variantı. Kəsr hissəsini tapın. Biz birinci bunun tam hissəsini tapaq. Bu kökün altına salıram. 3'ün kvadratı kimi girir da bu kökün altına. Çünki kökün dərəcəsi 2'dir. Çıx 1. Kök altda 18 çıx 1. Buna təxminən 18'dən təxminən 16'dan 4 çıxırsa bundan təxminən çıxacaq 4,2. Çıx 1 bu da bərabər 3,2. Deməli bunun tam hissəsi 3'dür. Ədədin kəsr hissəsini tapan zaman ədədin özündən çıxıram tam hissəni. Bu da mənə verir kəsr hissə 3 kök altdakı minus 4. T variantı. Bir hədisinin qüvvəti ilə əmsalının cəmini tapın. Bir hədisinin qüvvəti ilə əmsalının cəmini. Bu mənfi 2-də 5'i mən belə yazacağım. 2'də 5, 2,5'i belə yaza bilərəm. Mənfi 2,5 üstü 4. A kubu üstü 4. Bir də B üstü 4. Vurulsun 3,2'ni də 10'da 32 kimi yaza bilərəm. Vurulsun A üstü 8, B üstü 5. Mənfi 5. Mənfinin cüt dərəcənin qüvvəti müsbət edir. 5 üstü 4 edir 625. 2 üstü 4 edir 16. Vurulsun ədədləri bir-birinə vurum. 32, 10. Vurulsun A üstündə 12. Vurulsun B üstündə 4. Vurulsun A üstündə 8. Vurulsun B üstündə 5. Bundan bu gedir, burada qalır 2. Bundan bu gedir, burada qalır 5. Bundan bu gedir, burada qalır 125. Deməli, əmsalım olur 125. A'ların üstlərini toplayıram 20. Əsaslar eynidirsə, üstlər toplanır. Qüvvəti olur 29. Əmsalı da olur 125. Bunların cəmini istəyir. 14, 2, 2, 4, 5, 1. A variantı. C-ni hansı ədədlə əvəz etdikdə 2 ədədin kvadratı alınır? Və bayaqki sualın eynisidir. Yəni bundan qabaqcında da belə bir sual var idi. Bundan qabaqki sınaqda UC 8'dir. Mən nə yazıram sonuncu olaraq? İkincinin kvadratı yazıram həmişə. İkincinin kvadratı B kvadrat olsa, deməli o ikinci dediyim B'dir. Ortada nə yazıram? İkinci vur birinci qalsın hələ ki 2 misli. Bir də vur birinci. Bu 6AB eləməsi üçün mən bunu mənfi 3A'ya vurmalıyam. Deməli vurduğum mənfi 3A birinci dediyimdir düsturdakı. Və mən də açanda birincinin kvadratı demirəm. Deməli CA kvadratı bərabərdir mənfi 3A'nın kvadratına.
Yəni 9a kvadratı 9 da bərabərdir c. Yəni c olur 9. A variantı. 9-a böldə qalıqda 1 alınır. Rəqəmlərin cəminə baxaq. 3 üstə gələk a üstə gələk 4. 7 üstə gələk a. 9-a tam bölünməsi üçün a bizdə 2 olmalıdır. Qalıq 1 olması üçün deyəcək. Bunun üzerine də 1 gəlirsin. 3 yəni. Y variantı. 15-ci suala baxaq. Kəsirini dövrə onluq kəsir şəklinə göstərin. 5 bölünsün 6. Vergül qoyub ürəyim istəyən qədər 0 artıra bilərəm buna. 5-də 6 yerləşmir. 0 tam. 50-də 6, 8 dəfə atın. 48, 20. 20-də 6 3 dəfə. 18, 20. 20-də 6 3 dəfə. 3'lər təkrarlanır. 0 tam 10'da 8, dövrdə 3. 16, 15 B variantı. 16. Kök altına 15'i yazıram 5 vur 3. 7 qalsın. 21'i yazıram 7 vur 3. 5 qalsın. 2 dənə 7'dən 1 dənə 7 çıxır. 2 dənə 3'dən 1 dənə 3 çıxır. 2 dənə 5'dən 1 dənə 5 çıxır. Bu da bərabərdir. 21 vurulsun 5. 5 də 1'in 5, 5 də 2'in 10. 105. E variantı. 17. ABC trapeziyasında AB BC'ye bərabər yox. AB CD'ye bərabərdir. Şərtdə səhvlik var. Bərabər yanlı trapeziyada. Bərabər yanlı trapeziyada 16'sı bura 8'dir. Pifagora görə. Bərabər yanlı trapeziyada təpədən endirilmiş hündürlüyün böyük oturacaqdan artıq böyük hissə orta xəttə bərabərdir. Yəni burada 7 orta xəttdir. Bu qaydaları qeyd edib götürə bilərsiniz. Dəfələrlə isbatlarım vermişəm izahlarımda. Onda mən sahəni tapan zaman orta xətt vur hündürlük. Bu da bərabərdir 48. 17'də doğru cavab B variantı. 18'ə baxaq. Bura bir x desəm, demək toxunanın kvadratı bərabərdir. Çöldə qalan hissə vurulsun bütöv kəsən. Yəni bura vurulsun bütöv. 21 bərabərdir 9 üstə gələk 3x. 3x bərabərdir 12. X də bərabərdir 4'ə. CD'nin uzunluğu 4. 18'də Y variantı olmalıdır. 19'a baxaq. Modulun həlli zamanı bir dəfə özünə bərabər eləyirəm. X alıram 7. Bir dəfə də mənfisinə bərabər eləyirəm. X alıram mənfi 3. Bunların da cəmi bizə verir müsbət 4'ü. Bu suala baxaq. Fikir verin. Bura 11'dir da. Bura 20, bura 16'dır. Buranın da avtomatik olaraq Pifagora görə 12 ola bilər. Ümumiyyətlə 12, 16, 20 Pifagora ədədləridir. Yenə də x-i Pifagora görə tapsam 13 olur. Amma gəlin yenə də Pifagorla hesab. 12, 5, 13 Pifagora ədədləridir. X kvadratı bərabərdir 12'in kvadratı 5'in kvadratı. 144 plus 25. 169. Buradan da x'i alıram 13. Şimdi bunlar siz qayda olaraq. Qayda deməyək. Bunu sən vərdiş eləmişsən. Nə işləməklə artıq vərdiş etsən. 3, 4, 5'dir. 6, 8, 10'dur. 12, 5, 13'dür. 15, 10, 25'dir. Yəni bunlar Pifagor ədədləridir. 15, 10 deyəsən düz deməli. 15, 10 yox. Yəni bunlar Pifagor ədədləridir. Bunları çalışın 24, 10, 26 Pifagor ədədləridir. Yəni bunlar çalışın. Misal işlədikcə vərdiş eləyib yadda saxlayacaqsınız. Funksiyanın qrafiki nöqtəsindən keçirsə. Keçir deyəndə yerinə yazıram. Bu x-dir, bu y-dir. B bərabərdir 2 vurulsun 1'in kvadratı. Üstə gələk 6 vurulsun 1 çıx 3. Bu da bərabərdir 2 üstə gələk 6 çıx 3. Bu da bərabərdir 5'ə. Artıcı natural ədədlərin əkobonların hansına bərabərdir? Bu da 1'ə bərabərdir. Cavab olur AB. Torbada 6 ağ, 2 qara, 4 sarı kürə var. Torbadan çıxaran 3 şarın müxtəlif rəngdə olması. Hərəsi müxtəlif rəng deyirsə 6 ağdan bir dənə götürəcəm. 2 dənə qaradan da bir dənə götürəcəm. 4 dənədən də bir dənə götürəcəm. Yox, bir dəqiqə. Diqqətlə baxmalıq. Bir dəqiqə. 3 şarın müxtəlif rənglərdə olması. Deməli, burada bizim diqqətlə baxacağımız məsələ nədir?
Mən torbadan 3 dənə şar çıxarmışam. Yəni torbadan 3 dənə şar çıxarmısansa və hər birinin müxtəlif rəngdə olması deyir bizə. Hər birinin müxtəlif rəngdə olması deyir. Birinci halda sən 12 dənəni çıxardarsan və tutaq ki, ağ çıxsa 12-dən 6 belə. İkinci halda 11 dənə ola bilər. Müxtəlif birini çıxartmısan, 11 qalır. 11 dənədən sən tutaq ki, qaranı çıxardarsan, olur 11-də 2. Və ikinci halda artıq sən 10 dənəni çıxardırsan və 4 sarı küre varsa olur 10-da 4. Bax belə. Amma sən o həmişə bir dənəsini çıxartmısan axı. Bir dənəni elə bir əski hesablayırsan deyə, hərəsində bir əski hesablayırsan deyə 12, 11, 10. Bir dənəsini bir qırağa qoyursan deyə o çıxartdığı. Və sonunda sən o 3 dənə alınmır, 3 dənə şar. O 3 dənə şarın yer dəyişməsinə baxırsan. Bu 3 dənə şarın yer dəyişməsinə baxırsan. Bu 3 dənə də şarın yer dəyişməsinə sən bir-bir yazsan, burada 6 dənə hal var. Ona görə sən bunu 6-ya vurursan ki, orada 3 dənə halı təzədən nəzərə almayasan. Gəl bunu hesablayaq. Bundan bu gedir, burada qalır 2. Bunlar gedir. Bundan bu gedir, burada qalır 5, burada qalır 2. Deməli, yuxarıda qalır 12, aşağıda da qalır 55. 55-də 12. İndi inşallah siz bunu, bu tip sual inşallah ki düşməz. Amma inşallah siz bunu indi yuxarı siniflərdə kombinizonla daha rahat işləyə biləcəksiniz. Düz xəttinə paralel olan düz xəttin təmrini qurun. Buna paralelsə, deməli yeni quracağım düz xəttin K3 olacaq. Yəni belə olacaq. 3x plus b. Və buradan niyə 3x oldu? Çünki iki düz xətt bir-birinə paralel olması üçün K'lar bərabər olmalıdır. Deməli 2 birdən keçirsə parif yerinə yazırsan. 1 bərabərdir 3 vurulsun 2 üstə gələk b. B də bərabərdir mənfi 5. Onda y bərabərdir olacaq 3x sıxılsın 5. Və bu formada cavabın olacaq. İki müsbət ədədin cəmi 0-a bərabərdir. Bunları ayrı-ayrılıqda 0 edirəm. X minus 3 0-dır, x 3-dür. 5y çıxılsın 20 0-dır. 5y 20, y-də 4. O zaman xy hasili bizdə olacaq 12. Doğru cavab. Uğurlar, bütün izahlar artıq kanalda var. Faydalana bilərsiniz. Gözəl suallar var. Eyni zamanda çətin sınaq işləyənlər üçün çətin sınaqlar var. Asan sınaq istəyənlər üçün asan sınaqlar var. Yəni bu sınağın içində çox gözəl suallar var. Yəni çox gözəl suallarla zənginləşib. Ona görə mütləq şəkildə işləyin, tövsiyə edirəm. Uğurlar, inşallah növbəti izahlarda görüşərik.